Salam dəyərli müəllimlər, mövzumuz 8-ci sinifin 4-cü mövzusu dekorativ tətbiqi sənət, ağac üzərində oyma. Müəllimlər, ağac üzərində oyma nədir? Ağac üzərində oymanın hansı növləri var? Bunları öyrənməmişdən əvvəl gəlin baxaq görək, bəs dekorativ tətbiqi sənət nədir? Təbii ki, dekorativ tətbiqi sənət incə sənətin geniş yayılmış sahələrindəndir. O, insan tərəfindən yaradılan maddi aləmin bədii tərtibatına xidmət edir, onun gözəlliyini reallaşdırır. Müəllimlər, bədii yaradıcılıq və incəsənət materialları işləmə texnikası ümumi birləşərək bir dekorativ sənət əsəri meydana gətirir. Bəs ağac üzərində oyma nədir? Müəllimlər, ağac üzərində oyma ağacın bədii işlənməsidir. Bu zaman baltadır, bıçaqdır, kəskidir, iskənədir və yaxud da ki, buna oxşar alətlər vasitəsilə ağac üzərində oymanı yerinə yetirmək olar. Testdə sual olsa ki, ağac üzərində oymanı hansı alətlərin köməyi ilə yerinə yetirmək olar? Götürəcəksiniz balta, bıçaq, kəski və iskənə. Və ağac üzərində oyma nədir? Təbii ki, ağac üzərində oymanın tarixi daha çox 100 illər öncəyə dayanır. Bu daha çox inkişaf edir, təkmilləşir. Hətta ağac üzərində oymanın müxtəlif növləri var ki, onlardan istifadə olunur və bu növlərdən biz hansıları tanıyacaq. Ümumiyyətlə, ağac üzərində oyma bir neçə növə ayrılır. Bunlardan biri kəsmə ilə oymadır. Müəllimlər, kəsmə ilə oyma nədir? Kəsmə ilə oyma ağac üzərində yerinə yetirilir. Bu oymada salınan təsvirlər bir-biri ilə əlaqədar olur. Bir-biri ilə əlaqəli olur. Fon əvəzinə çərtiklərlə əhatə olunur. Deməli, fon əvəzinə nə ilə əhatə olunur? Müəllimlər, çərtiklərlə əhatə olunur. Bir də burada iki tərəfi açıq deşiklər iskənənin və kəskinin köməyi ilə yerinə yetirilir. Baxın, kəsmə ilə oymanın şəkilləridir. Kəsmə ilə oymanın açar sözləri hansılar oldu? Kəsmə ilə oyma ağac üzərində yerinə yetirilir. Salınan təsvirlər bir-birindən əlaqədar olur. Fon əvəzinə çərtiklərlə əhatə olunur. Bir də iki tərəfi açıq deşiklərdən istifadə olunur ki, bu da kəski və iskənənin köməyi ilə açılır. Fonda bilirsiniz də, həmin təsvirin arxa fonudur, arxa hissəsidir. Bəs bıçqılama ilə oyma necə yerinə yetirilir? Ümumiyyətlə, müəllimlər, bıçqılama ilə oyma da eyni kəsmə ilə oymada olduğu kimidir. Sadəcə olaraq bıçqılama ilə oymada bəzi sahələr bıçqı və lobzikin köməyi ilə kəsilib çıxarılır. Deməli, kəsmə ilə oymada kəski və iskənədən iki tərəfi açıq deşiklərin açılmasında istifadə olunur, amma bıçqılama ilə oymada bıçqı və lobzikin köməyi ilə yerinə yetirilir. Bir də müəllimlər, testlərə belə sual da düşə bilər ki, iki tərəfi açıq deşiklərdən hansı oyma növündə istifadə olunur? Təbii ki, iki tərəfi açıq deşiklər deyəndə bu zaman biz kəsmə ilə oymanı götürəcəyik. Bəs müstəvi qanovcuqlu oyma. Müəllimlər, müstəvi qanovcuqlu oyma düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilir. Deməli, müstəvi qanovcuqlu oyma necə yerinə yetirilir? Müstəvi nədir? Müstəvi düz səthdir də. Bax, müstəvini elə açar söz kimi yadınızda. Müstəvi deyəndə tez düz səth yadınıza düşsün. Açar söz olaraq düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması ilə yerinə yetirilən müstəvi qanovcuqlu oymadır. Amma müəllimlər, müstəvi qanovcuqlu oymanın özünün də iki dənə növü var. Bir həndəsi, bir də kənar xətti üzrə oyma var. Həndəsi oyma ən qədim üsuludur. Yəni, testdə düşsə ən qədim oymanın ən qədim üsulu hansıdır? Götürəcəksiniz həndəsi oyma. Amma ən sadə növü desə, götürəcəksiniz kənar xətti üzrə oyma. Ən qədim deyəndə həndəsi oyma, ən sadəsi deyəndə kənar xətti üzrə oyma. Gəlin baxaq görək, həndəsi oyma necə yerinə yetirilir? Müəllimlər, ümumiyyətlə həndəsi oyma elə adından məlum olduğu kimi həndəsi fiqurlar şəklində, həndəsi elementlər şəklində salınır. Hansı ki, bu zaman, misal üçün, bıçaqdır, çəpinə bıçaqdır, yarım dairəvi iskənədir, düz xətlidir, qövsvaridir, elementlər şəklində salınır. Bu da, misal üçün, çəpinə bıçağın yarım dairəvi iskənənin köməyi ilə həmin elementləri biz düz xətli və qövsvari şəkildə sala bilirik. Və həndəsi oymada hansı ki, salınan təsvirlər, elementlər üçbucaq, kvadrat və çevrədən ibarət olur. Görürsünüz, ancaq həndəsi fiqurların adlarını çəkirik. Üçbucaq, kvadrat, çevrə, qövsvari, düz xətli. Deməli, bu hansı oyma növünə aid olacaq? Həndəsi oyma növünə aid olacaqdır. Təkrar edirəm. Müstəvi qanovcuqlu oyma nə oldu? Müstəvi deyəndə dedim, nəyi yadınızda saxlayırsınız?
düz səthi yadımızda saxlayırıq. Düz səth üzərində müxtəlif formalı qanovcuqların oyulması. Müstəvi qanovcuq oymanın dedik neçə növü var? 2 növü var. Həndəsi, bir də kənar xətt üzrə oyma. Ən qədim oyma növü hansıdır? Ən qədim deyiriksə həndəsi oymadır. Həndəsi oyma biz necə yadımızda saxlayırıq? Həndəsi fiqurlar şəklində. Misal üçün orada düz xəttli qövsvari elementlər hansı alətlərin köməyi ilə salınır? Təbii ki, çəpinə bıçaq, bir də yarım dairəvi iskənələrin köməyi ilə. Bir də elementlər üçbucaq, kvadrat və çevrədən ibarət olur. Bir də müəllimlər testlərə həmişə düşür. Deyir, naxışın qabarıq kəsmə və bıçqılama ilə oyması. Bax, qabarıq kəsmə və bıçqılama ilə oyması necə adlanır? Götürəcəyik bəzəkli oyma. Bəzəkli oymanın bir adı da şəbəkə oymadır. Şəbəkə oyma. Deməli, bəzəkli oymanın bir adı nədir? Şəbəkə oyma. Qabarıq kəsmə və bıçqılama ilə oyma necə adlandı? Bəzəkli oyma adlandı. Baxın, müəllimlər, burada şəkil verilib. Baxın, balıq təsviri. Bu bıçqılama ilə oymadır. Bu balığı görəndə bilin ki, bıçqılama ilə oymadır. Və bu aşağıdakı şəkildə də həndəsi oymanın elementlərini verir. Baxın, 1-dir, misal üçün. Sonra 3-dür, bir də 6-dır. Bu şəkillərə baxsaz, görəcəksiniz ki, bu nədir? Bu 3 tilli qanovcuqlardır. Amma 2 ilə 4 qövsvaridir. Görürsünüz, 1, 3, 6 tillidir, 3 tillidir. Amma 2 ilə 4 qövs formasındadır, qövsvaridir. 5 ilə, misal üçün 5 ilə 7 də işarələyirik, 4 tillidir. Görürsünüz, 4 dənə tili var. Bu tezdə düşə bilər, yəni nəzər yetirin. Bu şəkildə yadınıza saxlayırsınız. Bunu da testə salıb sizdən soruşsa ki, bu nədir? Həndəsi oyma elementli bir mətbəxdə istifadə etdiyimiz mətbəx lövhəsidir. Biz dedik, müstəvi qanovcuqlu oymanın 2 növü var. Həndəsi, bir də kənar xətt üzrə oyma. Həndəsi oyma növü haqqında məlumat bildik. Gəlin baxaq görək, kənar xətt üzrə oyma necə bir oyma növüdür? Müəllimlər, ən sadə oyma növü dedikdə, ən sadə bu olacaq kənar xətt üzrə oyma. Biz kənar xətt üzrə oymanın yeganə elementi nədir? Təbii ki, onun qanovcuqları, onun yeganə elementidir. Bəs bu qanovcuqlar iskənənin növündən asılı olaraq necə salınır? Qanovcuqlar iskənənin növündən asılı olaraq yarım dairəvi və üçkünc salınır. Təkrar edirik, ən sadə oyma növü kənar xətt üzrə oymadır. Kənar xətt üzrə oymanın yeganə elementi qanovcuqlardır. O da seçilən iskənənin növündən asılı olaraq yarım dairəvi və üçkünc olur. Müəllimlər, gəlin baxaq şəkilə. Baxın, bu kənar xətt üzrə oymadır. Bu kənar xətt üzrə oymadır. Bu kənar xətt üzrə oymadır. Deməli, buradan biz şəkillərdən bir nəticə çıxara bilərik. Misal üçün, çiçəkdir, baxın, çiçəkdir, yarpaqdır, quşdur, heyvandır. Bu kimi təsvirlərin salınması üçün hansı oyma növündən istifadə olunur? Kənar xətt üzrə oyma. Testə düşsə, çiçək, yarpaq, quş, heyvan. Bu təsvirlərin salınması üçün istifadə olunan forma götürəcəksiniz kənar xətt üzrə oyma. Kənar xətt üzrə oyma necə yerinə yetirilir? Görürsünüz, necə dayaz salınıbdır. Yəni, şəkilə baxanda görürsünüz, dayaz şəkildədir, elə üçündə də. Dayazdır, kənarları dayaz oyulmaqla yerinə yetirilir. Amma burada salınan təsvirin eni və uzunu eyni ölçüdə olan qanovlarla, yerinə yetirilir. Düzdür, bəzən qanovların ölçüsü dəyişə bilər. Bu da oldu bizim kənar xətt üzrə oymamız. Bəs yaxşı, qövsvari oyma. Müəllimlər, qövsvari deyəndə avtomatik yadınıza düşsün dırnaq şəkilli oyma. Baxın, bu şəkildə baxın. Necə dırnağın saldığı isə bənzəyir. Deməli, bu qövsvari oymadır. Qövsvari oymanın elə əsas elementi qövsdür. Qövs. Və dırnağın saldığı bəzə izə bənzədiyinə görə onu biz dırnaq şəkilli oyma adlandırırıq. Bir də testlərə sadəcə bir cümlədə düşə bilir. Deyir, hamar səth üzərində yarım dairəvi çapıq necə adlanır? Götürəcək qövsvari oyma. Müəllimlər, bəs yastı relyefli oyma necə yerinə yetirilir? Bir cavabımız var. Eyni səthdə oyularaq salınırsa, bu yastı relyefli oymadır. Baxın, eyni səthdə oyularaq salınır. Hüseyn Cavidin ev muzeyinin emblemidir bu. Bu da eyni səthdə oyularaq salınıbdır. Bu da adlanır yastı relyefli oyma.
Baxırıq ən sonuncu oyma növü olan qabarıq relyefli oyma. Müəllimlər, qabarıq relyefli oyma təsviri qismən və yaxud da ki, tamamilə, ya ola bilər qismən fondan ayırsın və yaxud da ki, tamamilə fondan ayırır. Bu zaman nə görüntüsü yaranır? Heykəl. Çünki bu hər tərəfli işlənən bir oyma növüdür. Deməli, qabarıq relyefli oymada heykəl görüntüsü yaranır, hər tərəfli formadadır. Qabarıq relyefli oyma növünün ən çətin, ən sadəsi hansı idi? Kənar xətt üzrə oyma. Ən qədimi hansı idi? Həndəsi oyma. Ən çətini hansıdır? Qabarıq relyefli oyma. Deməli, burada biz deyirik heykəl görüntüsü yaranır, hər tərəfli işlənir. Deməli, bu zaman nə olmalıdır? Bu zaman bunu işləyən sənətkarın uzaqdan görmə qabiliyyəti olmalıdır ki, onu yarada bilsin, onu hazırlaya bilsin. Və müəllimlər, oyma üçün ən yaxşı materiallar var. Testlərə düşür. Testə düşsə ki, oyma üçün ən yaxşı material. Müəllimlər, bu zaman nə yadımızda saxlayacaq? Qaç. Niyə? Qızıl ağac, ağcaqovaq, cökə. Deməli, oyma üçün ən yaxşı materiallarımız hansılar oldu? Qaç, qızıl ağac, ağcaqovaq, cökə. Bunlar bizim ən yaxşı materiallarımız. Bunlar davamlı olurlar, əyilmirlər, qabarmırlar, hamar olurlar, möhkəm olurlar və s. Biz yaxşı, çox incə və dəqiq oyma işləri üçün bu zaman götürəcəyik toz ağacı. Toz ağacı olduqca qiymətli bir xammal hesab edilir. Düzdür, onun üzərində işləmək çətindir, amma o çatlamır, işləmək üçün yararlıdır. Amma testə düşsə ki, nəfis oyma işləri və yaxud fil sümüyünə bənzəyir, onda götürəcəyik armud, ağcaqayın və alma. Bunlar nəfis oyma işləridir və bunlardan işlənənlər fil sümüyünə bənzəyirlər. Müəllimlər, gəlin təkrar edək. Oymanın hansı növləri oldu? Oymanın kəsməyli oyma, bıçqılama ilə oyma, müstəvi qanovcuqlu oyma, həndəs oyma, kənar xətt üzrə oyma, qövsvari oyma, yastı relyefli oyma, qabarıq relyefli oyma. Oymanın ən çətin növü hansı oldu? Ən çətin deyiriksə, bu zaman biz götürəcəyik qabarıq relyefli oyma. Ən qədim dedikdə nə götürürük? Ən qədimi dedikdə təbii ki, həndəs oyma. Ən sadəsi kənar xətt üzrə oyma. İndi mən sizə suallar verəcəm. Əgər testə düşsə ki, təsvirin eni və uzunu eyni ölçüdə olan qanovlarla yerinə yetirir. Bu hansı oyma növünə aiddir müəllimlər? Bəli, eyni ölçüdə olan deyirsə bu kənar xətt üzrə oymadır. Bəs testə düşsə ki, eyni səthdə oyularaq salınır. Eyni səthdə oyularaq salınan nə idi? Hüseyn Cavidin ev emblemı. O da eyni səthdə oynanaraq salınan, o da yastı relyefli oymaya aid edilirdi. Bəs testə düşsə ki, naxışın qabarıq kəsmə və bıçqılama ilə oyması. Bu necə adlanırdı? Müəllimlər, qabarıq kəsmə deyəndə nə götürürdük? Qabarıq relyefli oyma götürmürük. Qabarıq kəsmə və bıçqılama ilə oyma şəbəkə oyma, yəni bəzəkli oyma adlandırırdı. Deməli, təsvir elementləri, misal üçün üçbucaq, düz bucaq, yəni bu kimi formalarda elementlər şəklində, həndəsi elementlər şəklində salınırsa, təbii ki, bu həndəs oyma olacaqdır. Düz səth üzərində müxtəlif qanovcuqların açılması ilə yerinə yetirilirsə, düz səthin açar sözü nə idi? Müstəvi. Düz səth müstəvi. Deməli, bu müstəvi qanovcuqlu oymadır. Deyir ki, testdə sual düşə bilər, deyə bilər ki, eyni kəsmə ilə oymada olduğu kimi yerinə yetirilir. Təbii ki, bu bıçqılama ilə oymadır. Hansı oyma növündə kəski və iskənənin köməyi ilə iki tərəfə açıq deşiklər açılır? Təbii ki, bu da kəsmə ilə oymadır. Sonra testdə düşsə ki, fon əvəzinə çərtiklərlə əhatə olunur, salınan təsvirlər bir-biri ilə əlaqədar olur. Nə götürəcəyik? Təbii ki, götürəcəyik kəsmə ilə oyma. Ağac səthi üzərində yerinə yetirilir, kəsmə ilə oyma və s.